Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə 7-ci sinif təsvir sənət rəssamlarının üslub texnikasını necə asan yadda saxlamağın yollarını izah edəcəyəm. İlk olaraq başlayaq Mirəli Mirqasımov. 7-ci sinifdə danışılan tək rəssam, heykəltaraş Mirəli Mirqasımov olmuşdur. Mirəli Mirqasımovun açar sözü heykəldir. Və digər üslub texnikası yonma, tökmə, monumentalizmdir. Monumentalizmi necə yadda saxlayaq? Mirəli Mirqasımov və monumentalizm baş hərflər eynidir. Monumentalizmi belə yadda saxladıq və yonma, tökmə üsulundan istifadə edib. Yonma dedik ki, daş və ağacdan heykəl hazırlamaq olar. Tökmə isə metal və digər materialları tökərək heykəl yaratmaq adlanırdı. Mirəli Mirqasımovu belə yadda saxlamaq olar. Gəldik Kamil Əliyevə. 7-ci sinifdə xalçaçı rəssamımız Kamil Əliyev olmuşdur. Onun üslub texnikası və açar sözü xalçadır. Qrafika və dizayn. Deməli, üslub texnikası nə oldur? Xalça, qrafika və dizayn. Gəldik digər xarici rəssamlarımıza. Caravaggio, Rembrandt, Velasquez və İlya Repin. Bu 4 rəssamın üslub və texnikaları oxşardır. Və harda? Realizm və rəngkarlıq. Baxın. Bu 4 rəssamda da realizm və rəngkarlıq üslub texnikasıdır. Əvvəlcə realizm sözünün mənasını aydınlaşdıraq. Həyatın və insan formalarının realist təsviri adlanır. Dedik ki, bu 4 rəssamda realizm və rəngkarlıq oxşar üslub texnikası sayılırdı. Caravaggio'da barokko, realizm və rəngkarlıq. Barokko açar sözdür. Mənası nədir? Hərəkət və dramatik effektlərlə dolu üslub sayılırdı. Rembrandtda isə açar söz offort. Offortun mənası daş və metal üzərində çap texnikasıdır. Gəldik Velasquez'ə. Velasquez'də açar söz İspan barokkosudur. Onu Caravaggio'dan tək fərqləndirən üslub texnikası İspan barokkosu olması ilə fərqlənirdi. Yəni hər ikisinin üslub texnikası eynidir. Baxın. Ancaq Velasquez'də İspan barokkosu olması ilə fərqlənir. Gəldik Müzəffər Əliyevə. Müzəffər Əliyevdə açar söz ornamentdir. Ornament Müzəffər Əliyevin əsərlərində milli naxışlar, geometrik və bitki motivləri geniş yer tuturdu. O, Azərbaycan xalq sənətinə bağlılığını, ornamental kompozisiyaları göstərirdi. Xəttatlıq, qrafika və rəngkarlıq. Dedik ki, rəngkarlıq nədir? Onun rəng seçimi çox zəif və təsirlidir. İsti və soyuq tonlar arasında yaratdığı harmoniya kompozisiyaları daha emosional edir. Rəngkarlıq onun əsərlərində əsas bədii güc vasitəsidir. Qrafika isə xəttin ritmi və aydınlığı Müzəffər Əliyevin qrafik əsərlərində də özünü göstərmişdir. Xəttatlıq nədir? Xəttatlıq gözəl və estetik cəhətdən bədii şəkildə yazı yazmaq sənətidir. Bu sənət xüsusilə ərəb qrafikasına əsaslanan yazı sistemlərini inkişaf etmişdir. Lakin müxtəlif mədəniyyətlərdə də mövcuddur. Çin, Yapon, Latın və s. Rasim Babayevdə litografiya, qrafika və rəngkarlıq. Müzəffər Əliyevdə isə ornament, xəttatlıq, qrafika və rəngkarlıq. Rasim Babayev, litografiya, qrafika və rəngkarlıq. Litografiya nədir? Yunan sözü olmuşdur, daş çapı texnikası sayılırdı. Bu qrafik təsviri çap etmək üçün istifadə olunan ənənəvi üsullardan biridir və 19-cu əsrdən etibarən sənətdə və çap işlərində geniş istifadə olunub. 7-ci sinif təsvir sənət dərsliyində rəssamın üslub texnikası bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.